Bu videoda sizinlə bərabər JavaScript-də for operatoruna baxacağıq. For operatoru nədir? For operatoru proqramlaşdırmanın canıdır deyə bilərik. Yəni proqramlaşdırmada siz bir çox şeyi bilməyə bilərsiniz. Məsələn, mass obyekti, riyaziyyat obyekti, məsələn, onu bilməyə bilərsiniz, amma for operatorunu bilməsəniz olmaz. Və yaxud if operatorunu deyək. Yəni bunlar mütləq bilməlisiniz. Bunlar proqramlaşdırmanın əsas sütunudur. Çünki bir çox şeylər bu operatorlarla aparılır. Yəni belə deyim sizə. Real saytlarda, real sistemlərdə yüzlərlə, milyonlarla əməliyyatlar aparıla bilər ki, onlar avtomatik bir şəkildə yerinə yetirilməlidir. Baxın, o avtomatik şəkildə yerinə yetirilmək üçün də for operatorundan istifadə oluna bilər. For operatorun yazılış qaydasına baxaq. Yazılış qaydası budur. Let i bərabərdir 1, i kiçikdir 5-dən i plus plus. Sonra yazıram ki, yeni başqa bir adlı ola bilərdi təbii ki. Buraya yazıram ki, document write ola bilər, console log ola bilər, fərqi yoxdur. Console log i. Bax, buraya nə baş verir? 1-dən 4-ə gördüyümüz kimi ədədlər çıxmış oldu. Niyə? Nə baş verir? Niyə bu elədi bunu? Baxın, for operatorunun işi də bundan ibarətdir. Yazılmış aralıqda 1 və 5 aralığı. Birin özü daxil deyil, gördüyünüz kimi çıxmadı. Çünki kiçikdir qoymuşuq. Kiçik bərabər eləyək gəlin. Yazılmış aralıqda bütün ədədlər üçün bu əməliyyatları yerinə yetirir. Bu əməliyyatlar nədir? Konsol log idi. İ'nin çap olunması. Bu 1-5 aralığıdır, düzdür? 1 və yazıram. 1, 2, 3, 4, 5. 1-5 aralığında hansı rəqəmlər var? 1 var, 2 var, 3 var, 4 var, 5 var. Bu əməliyyatları, bu konsolda yazdığımız əməliyyatı, burada gələcəkdə başqa əməliyyatlarda yazacağıq. Qarşı irəlidə daha doğrusu. Bu əməliyyatları bu rəqəmlərin hamısı üçün bir-bir yerinə yetirir. Bu əməliyyatı əvvəlcə 1 üçün yerinə yetirilir. Ona görə nə olur? Burada gördüyümüz kimi 1 çap olunur. Sonra bu əməliyyatları bir dəfə 2 üçün yerinə yetirir. Burada nə olur? 2 çap olunur. Gördüyümüz kimi burada 2 çap olunur. Bu əməliyyatları sonra nə edir? 3 üçün bir dəfə yerinə yetirir. Ona görə 3 çap olunur. Sonra bu əməliyyatı 4 üçün yerinə yetirir. Ona görə 4 çap olunur. Sonra bu əməliyyatı bir də 5 üçün yerinə yetirir. 5 çap olunur. Buradan da bitdi getdi. Yəni for operatoru aralıqda göstərilən, yəni burada götürdüyümüz i bərabər 1, 5, 1, 5 aralığındakı ədədləri bir-bir ədədlərlə əməliyyatlar aparır. I plus plus odur ki, bu rəqəmlər bir-bir artsın. Orada başqa şeylər də ola bilər. Baxacağıq irəlidə. Bir-bir artsın. Əvvəlcə 1 olsun, 2 olsun, 3 olsun, 4 olsun, 5 olsun və bu hər artan rəqəm üçün, əvvəlcə 1 üçün, sonra 2 üçün, sonra 3 üçün, 4 üçün, 5 üçün bu əməliyyatları, konsol log əməliyyatını bir-bir yerinə yetirsin. Bu da document write ola bilərdi. Gəlin, məsələn, belə bir şey yazaq. Document write i vuraq i. Bu nə deməkdir? 1-dən 5-ə qədər kvadratlarını çap edəsin. Konsoldan çıxıram. Burada yazaq. Biraz yaxınlaşdırım, yaxşı görünsün deyə. Bu da konsoldan işləmənin təbii ki, rahatlığı ondan ibarətdir. Ki, görürsünüz, burada yan-yana çıxdı məsələn. Bir də üstə gəlib B-lə qoyaq ki, yazıların ədədlə burada yazının toplanması üçün. B-lə qoyaq ki, məsələn, bunlar alt-alta düşsün. Öncə konsolla yazmaq daha rahatdır. B-lə qoyanda artıq bu HTML etiketi olaraq bunu yeni sətrə salır. Gördüyümüz kimi yeni sətrə düşür. Burada əsas fora qayıdaq. Burada gördüyümüz kimi, burada nə olur? 1, 2, 3, 4, 5. Bunun hamısının bir-bir kvadratını çıxardır. Bu nə edir? Bu aralıqda ədədlər var. 1 var, 2 var, 3 var, 4 var, 5 var. Əvvəlcə 1-in kvadratını çıxardır. Sonra 2-yə gəlib 2-nin kvadratını çıxardır. Sonra 3-ə gəlib 3-ün kvadratını çıxardır. Sonra 4-ə gəlib 4-ün kvadratını çıxardır. Sonra 5-ə gəlib 5-in kvadratını çıxardır. Aralıqda göstərilən bütün ədədlər üçün bu əməliyyatı bir dəfə yerinə yetirir. Bu 1 milyon dəfə də ola bilər. Baxın, mən bura 100 yaza bilərəm. Baxın, indi. Gördüyümüz kimi, bax, yendir aşağı. Gördüyümüz kimi, burada 100-ə qədər ədədlərin bir-bir kvadratını çıxartmış oldu. 100-ə kimi, görürsünüz, avtomatik necə hesabladı, tez bazar. Məsələn, 1000 eləyirəm bunu, hətta 1000-ə kimi də ola bilər. Görürsünüz, baxın, tez hesabladı, kompüterin gücü. 1000-ə kimi, görürsünüz, burada avtomatik olaraq hesablamış oldu. Bu şəkildə, yəni bu şəkildə yaza bilərik. Yəni sadəcə bir rəqəm dəyişməklə, 100, 1000, bir rəqəm dəyişməklə biz elə bu şəkildə daha böyük nəticələri əldə edə bilərik. Təbii ki, dövrələrin sayı artdıqca sürətdə biraz problem ola bilər. Məsələn, 10.000 yazanda düzdür tez tapır, amma siz çox böyük bir rəqəmlər yazaraq yaza bilərsiniz ki, bu lap gec tapar. Məsələn, sıfırların sayını biraz da artırıram. Bu fırlanır. Biraz fırlanma olur. Biraz vaxt alır çünki. Mənim kompüterimin gücündən də asılıdır bu. Yəni, ola bilsin, superkompüter təbii ki, bunu daha tez hesablayacaq.
böyük əməliyyatlarda. Nəinki mənim kompüterim. Adi işlətdiyimiz kompüter biraz daha tez hesablamış olur. Sonra burada dondu, bunu mən yenidən açsam yaxşı olar. Və növbəti olaraq burada bir şeyə baxaq. Burada içəridə mütləq, yəni i istifadə olunmalıdır deyə bir şey yoxdur. Siz yeni istifadə eləməsəniz də olar. Konsola qayıdacağım, konsola yazdım. Məsələn, mən burada salam da yaza bilərəm. Baxaq. Yeniləyək səhifəni. Konsol. Görürsünüz, salam çıxır. Yanında 1000 yazdı. Bilirsiniz nə? Yəni 1000 dəfə salam yazıldı. Yəni 1000 dəfə salam yazmaq üçün bundan istifadə edə bilərik. Yəni bu şəkildə. Bu şəkildə yazmış oluruq. Document write yazsaq daha anlaşılır olar deyə düşünürəm. Çünki orada rəqəmlə göstərəcək. Document write salam belə. Buradan çıxaq, səhifəni yeniləyək. Gördüyümüz kimi bu 1000 dəfə salam yazmış oldu. Bu şəkildə. Yəni bu nə edir? Daha doğrusu gəlin bunu elə 5 eləyək. 1, 2, 3, 4, 5. Bu rəqəmlərin hər biri üçün bu rəqəmlər i-dir. Bu rəqəmlərin hər biri üçün bu document write-i bir dəfə yerinə yetirir. Sadəcə burada i-dən istifadə olunmadığı üçün burada sadəcə salam çıxır. Biz əgər burada məsələn i yazsaydıq, i-dən istifadə etsəydik, o zaman 1, 2, 3, 4, 5 rəqəmlərini də görə bilərdik. Yəni sadəcə ona ehtiyac olmadığı üçün sadəcə bu şəkildə yazırıq. Bu şəkildə yazırıq və salam və alt-alta salam yazıları çap olunmuş olur. Məsələn, burada hər dəfəsində təsadüf ədədləri də çap edə bilərik. Məsələn, yaza bilərəm ki, direkt A bərabərdir max.random. Max.random. Burada yazaq console log. A. Yeniləyək səhifəni. Görürsünüz, burada 5 dənə təsadüf ədəd çıxır. Hər dəfə səhifəni yeniləyəndə bu təsadüf ədədi dəyişir. Bu da eyni əməliyyatları 5 dəfə gördüyümüz kimi yerinə yetirir. 5 dəfə. Bir dəfə 1 üçün yerinə yetirir, bir dəfə 2 üçün yerinə yetirir, bir dəfə 3 üçün, bir dəfə 4 üçün, bir dəfə 5 üçün. Təbii ki, burada biz i-ni istifadə eləmədiyimiz üçün onun bir əhəmiyyəti qalmır artıq. Yəni, daha doğrusu i-ni görə bilmirik. Amma bu əməliyyatlar yerinə yetirə bilir. Onsuz da təkrar əməliyyatlarda artıq, yəni bəzi əməliyyatlarda i-yə ehtiyac olmur. I çünki rəqəmdir sadəcə, görünəndir. Yəni, görməyə də bilərik, göstərməyə də bilərik həmliyini. Bu formada gördüyümüz kimi yazmış oluruq. Məsələn, biz gəlin 5-in vurma cədvəlini yazaq. Məsələn, mən yazam console log 5-in vurma cədvəli. Nə yazılacaq ümumiyyətlə? Belə bir şey yazılır burada. 5 vur 1 bərabərdir 5 formada yazılmalıdır. Düzdür? Bu zaman yazıların toplanması bu qaydada yeyə bilərik. Burada nə olmalıdır? Bir dəfə 5 vur 1 olmalıdır, bir dəfə 5 vur 2 olmalıdır, bir dəfə 5 vur 3, bir dəfə 5 vur 4, bir dəfə 5 vur 5. 1-dən 9-a qədər ədədlər bir-bir sıralanmalıdır. 6, 7, 8, 9 bu şəkildə. 1-dən 9-a qədər ədədlər bir-bir sıralanmalıdır. Bu zaman nə edə bilərik? 5 vur ifadəsi olduğu kimi qalsın. 5 vur. Üstə gəl i yazırıq. Üstə gəl bərabər işarəsi olmalı idi. Bərabərdir. O da üstə gəl i vur 5'in biraz qarışıq yazı oldu. Sadəcə indi izah edək. I vur 5. Baxaq gör nə çıxacaq. 5 vur 1, 5 vur 2, 5 vur 3, 5-dən 9-a qədər. Bu nə olur? Necə olur? Yəni bu şəkildə olmalıdır. 5 vur 1 bərabərdir 5. 5 vur 2 bərabərdir 5. Burada 5 vur i bərabərdir 5 olmalı. Sadəcə i-ni ora birbaşa yaza bilmirik deyə. İndi onun qısa yazılışı da var. İradə göstərəcəm. Birbaşa yaza bilmirik deyə o artıq 5 vuru ayrıca yazırıq yazı kimi. Onun üstünə i-ni gəlirik. Sonra onun üstünə bərabər işarəsini gəlirik. Yəni olur 5 vur 1, ondan sonra bərabər işarəsi qoyulur. Bərabərdən sonra da artıq i vur 5 olur. Yəni burada nə baş verir? Məsələn, tutaq ki 1-dirsə olur 5 vur 1, 5 vur, artıq i-ni yerinə 1 qoyulur. Ondan sonra bərabər, ondan sonra 5 hesablamanın nəticəsi. Məsələn, 5 vur 2-dirsə, olur 5 vur ifadəsi var. İndi yerinə 2 qoyulur. Sonra artıq 2 daxil, 2-ni vururuq 5-ə, alınır 10. Bərabərdir 10. Bərabər işarəsi də ortadadır. Yəni, bu qaydada hesablamalar davam edir. Sadəcə for operatoruna giriş elədik. Videoyu əgər başa düşmədinizsə, yenidən baxın. For operatoru bəzən biraz bir sıra insanlar üçün qarışıq gəlir ilk olaraq. Yəni, narahat olmayın qarışıq gəlirsə. Videoyu yenidən baxın. Növbəti videoda artıq forla yeni nümunələrlə davam edəcək.